2007-ci il Mitsubishi Pajero 3.8 motor. Keçən bölümdə bir izləyicimiz Kia Ceed modeli soruşmuşdu. Mercedes C-Şka 1.8 motor benzin. Nissan Sanya Latio. 2016-cı il Nissan Note. Bir daha salamlar dostlar. Deməli birinci videoda salonu göstərdim. Yəni videonun birinci hissəsində Badamdartda avtomobil salonu çəkdim. Qiymətlərlə sizə tanış elədim. İndi isə keçək bazara. Baxaq görə qiymətlər nə yerdədir. 2007-ci il Mitsubishi Pajero 3.8 motor. Full model. Rockford modeli. Avtomobil səliqəli bir vəziyyətdədir. Sahibinin verdiyi məlumatlara görə avtomobildə heç bir problem yoxdur. 3.8 motor deyərək qeyd edirəm 2007-ci il. Avtomobilin 245 min yürüşü var. Hal-hazırda avtomobildə heç bir problem yoxdur. Salonu ilə sizə tanış edeyim. Dəri salondur. Bütün funksiyalar da aktiv şəkildə işləyir. Sahibinin verdiyi məlumata görə. Lükdə var. Səliqəli vəziyyətdədir avtomobilin salonu. Zırıq söküyü yoxdur. Rəng bozarması yoxdur. Bu avtomobilin bagaj hissəsi. Plus əlavə yer var bagaj hissəsində. 7 yerlikdə əlavə olaraq qatlanılır bunlar. Avtomobilin deyiliş qiyməti 21.500 manat. Əlaqə nömrəsini deyin. 055 434 0086. Keçən bölümdə bir izləyicimiz Kia Ceed modeli soruşmuşdu. 2009-cu il 1.4 motor, mexaniki sürətlər qutusu ilə təsis olunub avtomobil, benzindir. Avtomobilin 356 min kilometr yürüşü var. Salonu ilə də sizə tanış edeyim. Sahibinin verdiyi məlumata görə avtomobildə hər bir şey işləyə vəziyyətdədir. Mexaniki sürətlər qutusu. Səliqəli salonu var avtomobilin. Universaldır gövdəsi. Avtomobilin start qiyməti 12.300 manatdır. Əlaqə nömrəsini deyin. 050 534 2211. Mercedes C-Şka 1.8 motor benzin. Avtomobil 99-cu ildə 2000 model, yəni Tiptronic korobka ilədir. Avtomobilin kosmetikası səliqəli bir vəziyyətdədir. Hər bir şey işləyə vəziyyətdədir. Əlavə olaraq salonu ilə də sizə tanış edeyim. Belə bir salonu var. Qara rəngdə. Android monitorla hər bir şey işləyə vəziyyətdədir. Elegans maşındır. 12.400 manata deyilir. Kia Ceed 2009-cu il. Bir 1.6 dizel model, qara rəngdə, səliqəli bir avtomobildir. 290 min yürüşü var avtomobilin, kilometraj. Mexaniki sürətlər qutusu ilə təsis olunub avtomobil. Avtomobilin sahibinin verdiyi məlumata görə avtomobildə heç bir problem yoxdur. Salonu ilə də sizə tanış edeyim. Səliqəli qara salonu var, parça kombinasiya ilə. Multisükan. Tam hissəsi isə belədir. Arxa hissəsi isə belədir. Buyurun, baxın. Heç bir zırıq sökü yoxdur salonda. Səliqəli bir salonu var avtomobilin. Bursa arxa hissəsi tam olaraq genişdir. Səyahət üçün də çox uyğun bir avtomobildir. Buyurun, baxın. Geniş əsl ailə maşını. Bəli. Ekonomik. Avtomobilin start qiyməti 14.300 manatdır. Digər bir Kia Ceed modeli. 2011-ci ildə avtomobil. 1.4 benzin mühərriklə təsis olunub. Səliqəli bir avtomobildir. Təkərləri yaxşı bir vəziyyətdədir. Salonu ilə də sizə tanış edeyim. Avtomobildə avtopilota qədər var. Sahibinin verdiyi məlumata görə avtomobildə heç bir problem yoxdur. Salonda zırıq sökü yoxdur. Parça kombinasiyadır qara rəngdə.
Buyurun, tam ətraflı baxın. Damında heç bir ləkəsi, söküyü yoxdur. Çöl hissədən belədir kuzası. Bildim, sən çəkinmək ki, zaten yazdırdığın Bu avtomobillər tam olaraq ailə üçün çox uyğundur. Səyahətdə çıxmaq üçün çox ideal bir avtomobildir. Həm ekonomdur, həm də çox dözümlüdür. Avtomobilin start qiyməti 15.700 manatdır. Əlaqə nömrəsini deyin zəhmət olmazsa. 055 620 99 92. Qeyd edim ki, hər iki avtomobilin bir sahibi var. Yəni qeyd etdiyim nömrəyə zəng eləyə bilərsiniz, əlaqə saxlaya bilərsiniz. Çox eyni modelləri çəkmək istəmirəm. Keçən videoda qoyduğum modelləri. Çünki eyni qiymətlərdir, dəyişən bir şey yoxdur. Əksinə bəzi modellərdə yüksəlmə gedir, bilmirəm nəyə görədir, süni artımdır. Yəni keçən videolarda da girib baxa bilərsiniz bazar videolarını, yuxarıda yerləşdirəcəm. Orada avtomobillər, fərqli modellər və qiymətləri var. Çalışdığım qədər fərqli modellər göstərirəm. Bu videoda əsas olaraq Kia Ceed göstərməmin səbəbi bir izləyicimiz Kia Ceed modeli istəmişdi, ona görə çəkib göstərirəm. Fərqli qiymətlərlə, fərqli motorlarla. Əgər sizin də maraqlandığınız hansısa bir marka modeli varsa, şərh bölməsində bizə bildirin. Mən də bacardığım qədər çəkib sizə göstərəcəm. Diqqətiniz üçün təşəkkür edirəm. Nissan Sanya Latio 2014-cü ildə avtomobil. Avtomobildə boya yoxdur. Sahibinin verdiyi məlumata görə avtomatik sürətlər qutusu ilə təsis olunub. 1.2 motorlu avtomobil, 1.2 litrlik mühərriki var avtomobilin. Avtomobil Yaponkadır, yəni perikitka bir avtomobildir. Nəyə görə bunu çəkirəm? Çünki avtomobil ekonomdur və 50.000 kilometr yürüyüşü var. Salonu da belədir. Sahibinin verdiyi məlumata görə avtomobildə heç bir problemi yoxdur və yürüyüş tam olaraq orijinaldır. Əlaqə nömrəsini də belə çəkim üçün. Buyurun, baxın. Maraqlı olsa əlaqə saxlayarsınız. Start qiyməti 15.300 manatdır. Real alıcı ilə böyük ehtimal ki danışılacaq. 2016-cı il Nissan Note 34.000 kilometr yürüyüşü var avtomobilin. Bu da perikitkadır. 1.2 litrlik mühərriki var. E-Power'da avtomobil. Hibriddir. Medalist paketdir. Qəşəng bir rəngi var, qeyri-adi bir rəngi var avtomobilin. Səlqəli bir avtomobildir. Burada daha doğrusu gömrük şəkilləri də var avtomobilin. Buyurun, baxın. Kitabçası hamısı üstündədir. Əlaqə nömrəsi də buyurun, baxın. Qiymət 16.800 manat. Qiymət 16.800 manata deyilir. Real alıcı ilə razılaşarlar. Belə deyim. Belə dostlar, bu isə videonun ikinci hissəsi idi. Belə videolar daha çox gəlməyini istəyirsinizsə, kanalımıza abunə olub bu videoya like atmağı unutmayın. Hansı modellə markaları görmək istəyirsə, şərh bölmələrində yazın. Təşəkkür edirəm.